Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Qarabağ komandası yeni transfer reallaşdıracaq. Artıq futbolçunun adı da bəllidir. Onun haçan Qarabağın düşərgəsinə qoşulacağı da bəllidir dəyərli dostlar. Bu barədə sizlərə məlumat verəcəm. Videonu sona qədər izləsəz bu xəbərlə yanaşı çox maraqlı futbol və transfer xəbərlərindən xəbərdar olacaqsınız. Düşünürəm ki, sizlər üçün ən maraqlı xəbərlər bugünkü videoda yer alıb. Sona qədər izləyin, videonu bəyənin və şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Mən isə xəbərlərin geniş təfsilatına. Dəyərli izləyicilər, bir qədər sonra Qarabağ komandasının edəcəyi hücumçu transferini sizin nəzərinizə çatdıracağıq dəyərli dostlar. Bu barədə ətraflı məlumat verəcəyik. Ondan öncə bir-iki məqamat oxumaq istəyirəm. Bildiyiniz kimi Marko Yankoviç zədəlidir və Qarabağ Kopenhagenlə qarşılaşmaya hansı yarım müdafiə xətti ilə çıxacaq? Bax, bu sual doğuran məsələdir. Düşünürəm ki, Pedro Bicalli artıq özünü təsdiqlədib. Ötən həftə hətta Çempionlar Liqasında ən yaxşı 11-liyə düşməyi bacardı. Ulduz futbolçularla eyni sırada dəyərli dostlar dayana bildi. Marko Yankoviçin əvəzində düşünürəm ki, Côte d'Ivoirlı yeni transferimiz Kriso ola bilər. Futbolçu yavaş-yavaş komandaya uyğunlaşır. Qurban Qurbanov hər halda vaxtımız var. Kopenhagenlə oyuna qədər Krisonu 25 yaşlı futbolçunu hazırlayacaq bu oyuna. Qeyd edim ki, Kriso ilə 2 şərti ilə 4 illik müqavilə bağlayıb. Qeyd edək ki, peşəkar kariyerası ərzində 2018-ci ildə Sfaxien Tunis komandası ilə Tunis kubokunun qalibi olmuş bir futbolçudur. Kris 4 il sonra Danimarka təmsilçisi Midtjylland'a keçib. O 2023-cü ildə Mafranın formasını geyinib, daha sonra Qarabağın düşərgəsinə keçib. Dəyərli dostlar, o bildirib ki, Qarabağı tanıyırdım, amma Avrokubok oyunlarında bu qədər möhtəşəm dəstəyi olduğunu bilmirmiş Qarabağ komandasının. Bu da onu sevindirir və daha da ruhlandırır. Bəli, ümid edirəm ki, Pedro Bicalli ilə yaxşı anlaşacaqlar və yarım müdafiə xəttində Marko Yankoviçin yoxluğunu hiss elətdirməyəcəklər. Benfica ilə oyun artıq arxada qaldı. Göydə uçmamalıyıq. Bu sözü Qarabağın yarım müdafiəçisi Pedro Bicalli deyib. Həqiqətən bu futbolçunun bəzi açıqlamalarından artıq nə qədər məsuliyyətli futbolçu olduğunu hiss etmək olur. Benfica ilə görüş artıq arxada qalıb. Göydə uçmamalıyıq. Ayaqlarımız yerdə olmalıdır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, hər şey yaxşı olacaq Kopenhagenlə oyunda. Bəli, qeyd edim ki, bu arada Kopenhagen komandasından Maukako açıqlama eləmişdi ki, Bayer Leverkusen əlimizdən qaçdı, amma Qarabağın qaçacaq yeri yoxdur. Bakıda onları böyük hesablı məğlubiyyətə uğradacağıq. Qarabağ rahat yemdir. Belə bir açıqlama vermişdi. Mən düşünürəm ki, Qarabağ komandası bu tərbiyəsizliyə meydanda mədəni şəkildə cavab verəcək. Dəyərli dostlar, bildiyiniz kimi Kəpəzin baş məşqçisi Adil Şükürov rəsmən istifaya göndərilib. Qeyd edim ki, Premier Liqada ilk 5 oyunun hamısında məğlub olmuşlar. Son oyunda Qəbələyə 3-0 hesabı ilə öz meydanlarda məğlub oldular. Hətta Azərkeşlə Adil Şükürov arasında da bir mübahisə yaşanmışdır. 48 yaşlı mütəxəssisin gedişi artıq dəqiqdir, rəsmidir və onu çox güman ki, növbəti bir neçə oyunda əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov əvəz edəcək. Müvəqqəti olaraq boşalan posta o təyinat alacaq. Sonra yəqin ki, baş məşqçi təyin olunar komandaya, yeni baş məşqçi. Hər halda Kəmpes komandasına uğurlar diliyirik. Gəncə şəhərimizin təmsilçisidir. Adil Şükürova da uğurlar diliyirik. Amma bir şəkildə bu Gəncə komandasında sorunlar, problemlər həll olunmur. Ümid edirəm ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin futbolunda da irəliləyiş olar. Çünki Kəpəz Azərbaycan tarixi klublarındandır. Azərbaycan çempionu olmuş, 2 dəfə Azərbaycan çempionu olmuş bir komandadır. Və inşallah yenə də çempionluq uğrunda mübarizə aparan komandalardan birinə çevrilər. Sabah Elmalı ilə oyuncusunu transfer edib. 2025-2026 mövsümü üçün hazırlığını davam etdirən Sabah növbəti transferini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq Portuqaliyanın Villaverdense klubunda çıxış etmiş Momo Saçko ilə 1 illik müqavilə imzalanıb. 23 yaşlı Malili yarım müdafiəçi paytaxt təmsilçisində 5 nömrəli forma altında çıxış edəcək.
Biz də uğurlar diləyirik. Ümid edək ki, komandamıza uğur gətirəcək. Dəyərli izləyicilər, Azərbaycan millisi bildiyiniz kimi Fransa millisi ilə qarşılaşacaq və bu qarşılaşma öncəsi təbii ki, Azərbaycanlı futbol azarkeşlərində bir tədirginlik var. Yenidən böyük hesablı məğlubiyyətin qeydə alınacağından qorxuruq açığı. Çünki Fransa millisi Azərbaycanı ən böyük hesabla məğlub etmiş milli komandadır. 1995-ci ildə 10-0 hesabı ilə Azərbaycan millisini məğlub edib. Təəssüf ki, Fransa millisi. Ümumiyyətlə, Azərbaycan millisi tarixində 42 dəfə böyük hesablı məğlubiyyətə üzülüb. Yığmamızın böyük hesablı məğlubiyyətlərindən 16-sında 3-0 hesabı qeydə alınıb. Komanda 7 dəfə 0-4, 6 dəfə 1-4, 5 dəfə isə 0-5 hesablı məğlubiyyətlərlə üzləşib. 1-5 və 1-6 hesablarına 2 dəfə rast gəlinib. 0-6, 0-7, 0-8 və 0-10 hesablı biabırçı nəticələr isə bir dəfə qeydə alınıb. Qeyd edim ki, Azərbaycan ən böyük hesablı məğlubiyyəti Fransa millisinədir 1995-ci ildə. 1999-cu ildə Portuqaliya millisinə 7-0 hesabı ilə məğlub olmuşuq. Bundan əlavə ən böyük hesablı məğlubiyyətlərimiz sırasında Polşa məğlubiyyətimiz də var. 2006-cı ildə Polşaya 2005-ci ildə 8-0 hesabı ilə məğlub olmuşuq dəyərli dostlar. Daha sonra Almaniyaya 6-1 hesabı ilə məğlub olmuşuq. Xorvatiyaya 6-0 hesabı ilə məğlub olmuşuq. Bax belə çox böyük hesablı məğlubiyyətlərimiz var. Təəssüf ki, milli komandamız hələ də normal hala düşmür, əksinə get-gedə zəifləyir. Hər halda komandamıza uğurlar diləyirik. Azərbaycanı təmsil edir milli komandamız. Ümid edirəm ki, yaxın illərdə möhtəşəm bir milli komanda formalaşdırmağı bacarırıq. Təbii ki, bu bir ümiddir. Futbol üzrə Azərbaycan kubokunda 2025-2026-cı illər mövsümünün tam təqvimi açıqlanıb. İlk təsnifat mərhələsinin oyunları oktyabrın 9-u 10-da keçiriləcək. Yarışmanın finalı qarşılaşması isə mayın 13-də Neftçi Arenada başlayacaq. Sizə Azərbaycan kubokunun bu mövsüm qalibi hansı komanda olacaq? Fikirlərinizi şərhlər bölümündə yazın gəlsin. Bugün UEFA və Frans Futbol jurnalının birgə layihəsi olan Qızıl Top mükafatı təqdim olunacaq. Mükafat dünyanın ən yaxşı kişi və qadın futbolçusuna veriləcək. Mərasim Parisdəki Şatle teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu, milli komandaların baş məşqçiləri, kapitanları və idman jurnalistlərinin səslənmələri ilə müəyyən ediləcək. Qalib təqvim ili üzrə deyil, 2024-2025 mövsümünün nəticələrinə görə seçiləcək. Bundan başqa tədbirdə həmçinin mövsümün ən yaxşı qapıçısına, 25 yaşadək, daha doğrusu 21 yaşadək ən istedadlı gənc futbolçusuna, ən yaxşı baş məşqçisinə, bombardirinə və klubuna xüsusi mükafatlar təqdim olunacaq. Dəyərli izləyicilər, bildiyiniz kimi Qarabağ komandası uzun müddətdir ki, hücumçu axtarışındadır. Çempionlar Liqasının liqa mərhələsi üçün hücumçu tapa bilmədi. Amma UEFA bir şərait yaratdı, yeni qaydalar artıq Qarabağ üçün yeni bir şərait yaradıb ki, yeni hücumçu transfer edib belə deyək, siyahıya əlavə eləsin. Bu, Ramil Şeydayev də ola bilər. Bu arada onu da sizin nəzərinizə çatdırım. Bəs Qarabağ komandası transfer edəcəkmi? Bir neçə gündür araşdırma aparır. Aldığımız məlumatı sizin nəzərinizə çatdıraq. Bəli, Qarabağ Braziliyalı hücumçunu transfer edəcək. Amma nə vaxt? Söhbət kimdən gedir? Bu barədə ilk öncə məlumat verim. Söhbət Gabriel Poveda'dan gedir. Qeyd edim ki, bir neçə ay öncə də bu futbolçu ilə Qarabağ komandası maraqlanır. Lakin daha sonra Juninho məsələsi, Endayi məsələsi ortalığa çıxdı. Bundan sonra Gabriel Poveda məsələsi bir qədər ikinci plana düşdü. Amma artıq o məsələlər alınmadığına görə Qarabağ yenidən Gabriel Poveda məsələsinə qayıdıb, dəyərli dostlar. Braziliyanın Villanova komandasının 9 nömrəsi Gabriel Poveda Qarabağa keçməyə yaxındır. Qeyd edim ki, hal-hazırda futbolçunun ümumi transfer dəyəri 450.000 avroya bərabərdir. Amma bir neçə il öncə bu futbolçunun transfer dəyəri 2 milyon avroya qədər qalxmışdı Portuqaliyada Alverca komandasında çıxış etdiyi dövrdə. Futbolçu son illər bir qədər düşüş yaşayıb. Düşünürəm ki, Qarabağa gəlsə Qurban Qurbanov bu futbolçunu yenidən parlada bilər, dəfələrlə
biz bunun şahidi olmuşuq. Futbolçunun 1,83 m boyu var, 27 yaşı var və Braziliya vətəndaşıdır dəyərli dostlar. Qeyd edim ki, o karyerası ərzində bir çox klublarda çıxış eləyib. Guarani futbol məktəbinin yetirməsi olan, daha sonra Portuqaliyanın Alverca klubunda çıxış eləyib. Dəfələrlə vətəninə qayıdıb, yenə də Alvercada çıxış eləyib dəyərli dostlar. Hal-hazırda Braziliyanın Villanova klubunda çıxış eləyir. Bu ilin yanvar ayının 1-də Villanova ilə müqavilə bağlayıb. Onun müqaviləsi noyabr ayının 30-da başa çatır. Qarabağ komandası bu futbolçu üçün müəyyən qədər təzminat ödəməklə öz sıralarına qoşmağa hazırdır. Amma hal-hazırda Villanova komandası 300 minə transfer etdiyi futbolçu üçün yarım milyon deməli təzminat tələb eləyir. Qarabağ komandası isə bu təzminatı ödəmək istəmir. Dəyərli dostlar, aldığım məlumata görə Qarabağ komandası 30 noyabra qədər gözləyəcək. Bu, Gabriel Poveda'nın da Qarabağda çıxış etmək istəyi olduğu üçün 30 noyabrı gözləyəcəklər. Müqaviləsi başa çatacaq Villanova ilə. Daha sonra heç bir təzminat ödəmədən Qarabağın sıralarına qoşulacaq dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırım. Bəli, Gabriel Poveda Qarabağın sıralarına tezliklə qoşula bilər. Ümid edirəm ki, Villanova komandası ilə razılığa gəlib daha tez bu futbolçunu öz sıralarına qata bilər Qarabağ komandası. Qaldı ki, Çempionlar Liqasının liqa mərhələsi üçün çox güman ki, Ramil Şeydayevi siyahıya əlavə edə bilərlər. Eyni zamanda Marko Yankoviçin zədələnməsinə görə yeni transfer olunarsa, o da siyahıya əlavə oluna bilər. Gabriel Poveda da ola bilər. Bu niyə də olmasın? Siz nə düşünürsünüz bu futbolçu Qarabağa nə qədər fayda verə bilər? Fikirlərinizi şərhlər bölümündə yazın gəlsin.